Əli Ədalətli təqdim edir. Bir neçə ildən sonra artıq bizə qismət oldu ki, biz doğma Ağdamımızda və əlbəttə ki, Ağdamımızda yerləşən Cümə məscidindəyik və gördüyünüz kimi artıq azanımız da səslənir və əlbəttə ki, buna görə biz şəhidlərimizə, qazilərimizə borcluyuq və Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Min şükür. Əziz dostlar, əlbəttə ki, Ağdama gəldinizsə, mütləq burada şəhidlərimizi yad etmək lazımdır. Çünki biz bu günləri torpaqlarımızı işğaldan azad etmişsə, onlara borcluyuq və Ağdamın fəxri, Azərbaycan milli qəhrəmanı Allahverdi Bağırovun məzarına gəldim, ziyarət etdim. Mütləq siz də gəldinizsə, şəhidlərimizi ziyarət edin və biz bu günləri onlara borcluyuq, torpaqlarımızın işğaldan azad olunmasını edən. Allah şəhidlərimizə rəhmət etsin, Allah qazilərimizə can sağlığı versin. Əziz dostlar, doğma Qarabağımızın gezintisinə çıxmışıq və indi hal-hazırda Əsgərandayam və Əsgəran qalasını istərdim ki, ilk dostumuz, operatorumuz göstərsin. Bu günləri şəhidlərimizin qanı yerdə qalmadı. Bəli, gördüyünüz kimi artıq doğma Xocalımız da işğaldan azad olunub və hal-hazırda burada tikinti işləri gedir və həqiqətən də demək olar ki, bəlkə də bir neçə aydan sonra Xocalı sakinləri Xocalımıza köç edəcəklər. Artıq necə deyərlər, sevincimizin həddi yoxdur. Doğma Qarabağımızı, doğma torpaqlarımızı işğaldan azad etmişik. Əlbəttə, ən birinci kimlərin sayəsində, şəhidlərimiz və qazilərimiz sayəsində Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin və hər bir Azərbaycanlımıza tövsiyədir ki, harada olmağından asılı olaraq vətənimizin bu gözəl yerlərini gəlib gezin. Həqiqətən də cənnət Azərbaycanımız. Əziz dostlar, hal-hazırda Xankəndiliyəm və Xankəndinin stadionundayıq dostlar və həqiqətən də qürur vericidir ki, doğma Qarabağımız, doğma torpaqlarımız işğaldan azad oldu və biz də bir vətəndaş olaraq bu gözəl məkanlara, bu gözəl Xankəndimizə gəldik və həqiqətən də sevindiricidir və ilk öncə mən şəhidlərimizin qarşısında baş əyirəm və qazilərimizə təşəkkür edirəm ki, doğma Qarabağımızı, doğma torpaqlarımızı bizə qaytardı və göstərək, ilkin dostumuz göstərsin Xankəndi stadionunun görüntüsünü. Gezintimiz davam edir əziz dostlar. Hal-hazırda Xankəndi şəhərindəyəm. Bəli, ümumən gözəl Qarabağımızın gözəl məkanlarını gezməyə davam edirəm və indi isə Xankəndiyə gəldim və Xankəndi şəhərinin bu gözəl, füsunkar gözəlliyi həqiqətən də adamı valeh edir və hər bir Azərbaycanlımıza məsləhət görərdim ki, vətənimizin bu gözəl yerlərini gəlib gezəsiniz və istərdim ki, ilkin dostumuz göstərsin hamısını, şəhərin gözəlliyini. Əziz dostlar, hal-hazırda Şuşadayam, Şuşada isə bulağındayam, gördüyünüz kimi. Bəli, biz 30 ildən sonra bu həsrətə əlbəttə ki, şəhidlərimiz və qazilərimiz sayəsində son qoyduq. Allah şəhidlərimizə rəhmət eləsin və bu günləri rahat Şuşamızın İsa bulağına gələ bilirik və tövsiyəmdir ki, hər birimizə cənnət Azərbaycanımızın cənnət Şuşasına gəlin, mütləq gəldiniz Şuşaya, İsa bulağına gəlin. Allah vətənimizi, dövlətimizi qorusun. Əziz dostlar, Şuşada Cıdır düzündəyəm. Cıdır düzü haqqında bir çox kitablarda, yəni tarixi mənbələrdə yəqin ki, ümumən dostlarımız oxuyub və əlbəttə ki, biz də özümüzə borc bildik, bu məkana gələk və biraz da çəkişlər edəcəyik ilkin dostumuzla. İlkin gəl dostum. Nə oldu? Canımın sevgili məhbub imanım, vatanımdır, vatanımdır, vatanım. Vatanı sevmeyen insan olmaz.
Vatanı sevmeyen insan olmaz. Olsa da o şahsta vicdan olmaz. Ay dadibet, ay aman ey. Sen beni sen benim köksümde çarpan yüreksen, ben senin köksünde eksik bir zerre. Bana kanat veren, bana kanat veren oldu direksen, adına yazına vatan deyirəm çölündə. Şuşa gezintimiz devam edir və mən hal-hazırda Şuşanın mərkəzindəyəm və Azərbaycan Respublikasının Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin qərargahının düz qarşısındayıq və istərdik ki, ilkin dostumuz çəkisini işıqlandırsın. Həm də burada Azərbaycanımızın tanınmış şəxsiyyətlərinin heykəlləri yerləşir və onları da göstərmək istərdik. Gördüyünüz kimi dahi şəxsiyyətlərdən biri Bülbülün heykəlidir. Və növbəti istərdik ki, göstərək heykəli Xurşudbanu Natavanın üstünü göstərək. Və Üzeyir Hacıbəyli, onu da göstərək. Əziz dostlar, davam edirik və hal-hazırda Şuşa şəhərində Yuxarı Gövhərağa mitingindəyik və 1768-ci ildə bu məscid inşa olunub. İstərdim ki, ilkin dostumuz gəlsin. Bəli, əlavə etdim. 1768-ci ildə inşa olunan Yuxarı Gövhərağa məscidi mühakir unikal bir tarixi bir abidədir və istərdim ki, operatorumuz ilkin dostumuz göstərsin. Hal-hazırda məscidin biz daxilindəyik. Azərbaycan professional vokal sənətinin banisi, tanınmış müğənni, tanınmış pedaqoq Bülbülün evindəyik dostlar və Bülbülün uşaqlığı Şuşada bu evdə keçib. İstərdim ki, ilkin dostumuz göstərsin. Əziz dostlar, Şuşadan çəkilişlərimiz davam edir. Hal-hazırda Şuşada yerləşən həbsxanadayıq, yəni vaxtı ikən bura həbsxana olub və hətta onu da deyim ki, burada bizim həmvətənlərimiz də demək olar ki, mənfur düşmənlər tərəfindən saxlanılır. İstərdim ki, göstərək bu həbsxananın həyəti də hal-hazırda. Və gördüyünüz kimi hastanede yerləşən bu kameralardır.
Mənfur düşmən bu kameralarda demək olar ki, bizim həmvətənlərimizi də saxlayırlar və cəzalar verirlər burada. Şərəfsizliklər edirlər. Bəli, bura, yəni Allah heç kimin yolunu bura salmasın. Min şükür ki, Azərbaycan tərəfindən Şuşa azad olundu və artıq olar ki, burada olar ki, ləğv olunacaq və Şuşamız böyük inkişafa doğru gedir inşallah. Və indi isə bu həbsxananın ikinci mərtəbəsinə qalxırıq. Burada da kameralar var. Göstereyim. Şimdi göster bu kameraları da. Saxla. Və bura həbsxananın həyətidir. Və gördüyünüz kimi buradan Xankəndi də görsənir. Hə, əziz dostlar, Şuşa şəhərində gezintimiz davam edir. Hal-hazırda Molla Pənah Vaqifin muzey məqbərə kompleksindəyəm və istərdim ki, kompleks 1982-ci ildə inşa olunub, Ulu Öndər Heydər Əliyev tərəfindən və ondan sonra isə bildiyiniz kimi mənfur düşmən doğma torpağımızı, Şuşamızı işğalda saxlamışdı və 2021-ci ildə Cənab Prezident İlham Əliyev tərəfindən restavrasiya olundu və artıq demək olar ki, yəni turistlərin, gələn qonaqların ixtiyarındadır. İstərdim ki, işin dostumuz Hilman kompleksin göstərsin. Hal-hazırda Laçındayam, bəli. Gezintimiz davam edir və gözəl Laçınımıza gəldim və Laçının da gözəl yerlərini, gözəl məkanlarını çəkirəm, işıqlandırıram və əlbəttə ki, bilirsiniz ki, doğma Qarabağımız işğaldan azad olunan sonra Qarabağımızın hər yanında böyük işlər, böyük tikinti işləri gedir və bu da sevindirici haldır və ən əsası doğma həmvətənlərimiz artıq Laçına qayıdıblar. Belə, əziz dostlar, istərdim ki, kameraman dostumuz göstərsin Laçının gözəlliyini. Sevimli dostlar, hal-hazırda Laçında Həkəri çayının sahilindəyəm. Həqiqətən də möhtəşəm bir yerdir, möhtəşəm bir məkandır. Hər bizə tövsiyə edirəm ki, bura gələsiniz. İstirahətin ən gözəl ünvanıdır Laçın şəhəri və buradan hətta gələn dostlarımız, gələn həmvətənlərimiz balığı da tuturlar. Həkəridə tutulan balığın dadı dəhşətdir. Və bu da istərdim ki, göstərək. Dostlarımız Xaloğlu Namiq. Eşq olsun, eşq olsun. Salamlayıram Laçından. Gözəl Laçınımızdan. Gəl bura tam. Ay sağ ol. Böyle biraz kənarda dayan ki, biraz kənarda dayan. Çox yaxınlaşma. Ay sağ ol. Maşallah. Tam da yumurta ocaqda. Göstərdin onu, əla. Biraz kənardan. Xaloğlu Namiq. Zəhməti böyük deyil. Sağ ol, xaloğlu. Samavarı Mahir dostumuz qaynadır.
Halal adın qeyd olundu. Özüm olmasam da olar. Əla. Adım qara telefona düşsün. Əsas Var. o. Samavar qaynatmışsan Ha, super. bu valla bu sözlə ifadə eləmək olmur. Gərək Bu yaşayasan. bunu yaşayasın. Həqiqətən də yaşayasın. Super. Təbii. Samavar çayı Laçında. Özdə ocaqda da pomidor yumurta. Super və yeyənlər də bizik. Yiyənləri də biz yaşarıq. Dostlar var olasınız. Nuş olsun.